Camaat arvadın göstərir, camaat baxmır xanımı necə geyinir, qızı necə geyinir. Bugünə cəmiyyətimizdə qızılın, gümüşün gizlədir, ona dəyər, arvadın qoyub söldə. Qızılın, gümüşün elə yerdə banklarda qoyub baxılmasın, yəni arvadına o qədər dəyər vermir. Bu arvadına başqa kişilər baxsın, vecinə deyil. Duanın yeri bax burada əzizim. Hicab qadağası çıxan kimi bu sözləri deyəsən ki, Allah həll eləyəcək, ilahi dua eləyir bu məsələ həllinə, bu İbrahim xəttidir. Sona qədər mübarizə apar, nəyə gücün çatır onu elə, sonda gücün çatmayanda dua eləyərsən. Amma tam əksinədir. Tam əksinədir, bəziləri ancaq dua ilə görürlər. İmam Hüseyin ağa dua eləyənməzdir, Yezid məhv nabid olsun. Bəyəm Həzrət İbrahim dua eləyənməzdir. Baxı bu sünnət deyil. Baxı bu Allahın qoyduğu qayda qanunlara uyğun gəlmir. Sən indi içində bəzi narahatçılıqlar var, bəzi qorxular var, bəzi nə bilim nələr var, məhəbbətlər var.